mənlə. Burada danışın. Öz aranızda danışmayın. Onda xütbə körlənir. Amma mənlə danışın. Hardadır qəbri? İstanbulda. İstanbul divarlarının, qədim divarlarının aşağısında. Və kimdə hansı müsəlman da ora fərq eləməz. Əhl-i Beyt məktəbindəndir, sahabə məktəbindəndir. Kimin yolu ora düşər? Fəxrlə, iftixarla Əbu Əyyub el-Ənsarını ziyarət eləyər. Amma Əbu Əyyub el-Ənsari ora necə olub? Qəbri necədir İstanbulda? Muaviyyənin xəlifəlik dövründə Yezidin başçılığı ilə ordu göndərmişdi. O vaxtki Konstantinopol, indiki İstanbulun fəthi üçün Əbu Əyyub el-Ənsari də həmən qoşunla Konstantinopolun fəthinə gələndə orada dünyasını dəyişib, orada onu dəfn ediblər. Hamı da indi onu ziyarət edir. Necə olur bu? Soruşuram sizdən, necə olur bu? Deməli, komandir Yeziddir, önəmli deyil. Muaviyyənin əmri ilə gəlib, önəmli deyil.